Xanımlar və cənablar, cəmi 2 dəqiqə sonra bütün suallara cavab verəcək qəhrəmanımız səhnəyə çıxacaq. Siz onu çox yaxşı tanıyırsınız. Amma qonağa əvvəlcə bizim 3 sualımız var. Siz bugünkü görüş iştirakçılarının bütün suallarına cavab verməyə hazırsınız. Bəli, əlbəttə. Unutmayın ki, cavablar qısa və lakanik olmalıdır. Elə olsun. Bilirsinizmi ki, iştirakçılara, gənclərə düzgün olmayanı, yəni yalan demək olmaz. Təkcə veriliş iştirakçılarına yox, ümumiyyətlə heç kimə yalan demək olmaz. Söz verirsinizmi ki, bütün suallara daha sərbəst və səmimi cavab verəcəksiniz? Bir mənalı elə olacaq. Və əsas məqam. Sizin 3 suala cavab verməmək haqqınız var. Anladım. Seçimi özünüz edəcəksiniz. O zaman auditoriya qarşısına çıxmağa hazırsınızmı? Bəli. Alqışlarınızla qarşılayın 70 ildir yol gələn, sosial şəbəkəni qaydasız döyüşə bənzədən, bütün jurnalist mükafatlarını alan, alim adını alın təri ilə qazanan, əməkdar jurnalist, professor, prezident təqaüdçüsü, qısası, Qulu Məhərrəm Mükəllim. Qulu müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm, sağ olun, hamını salamlayıram. Verilişin ənənəsinə görə siz özünüzü auditoriyaya təqdim etməlisiniz. 1 dəqiqə vaxtınız var. Vaxt getdi. Burada mənim tələbələrim də əyləşib, yəni belə xüsusi təqdimata ehtiyac yoxdur və bura gələnlər yəqin ki, Qulu Məhərrəmli haqqında internetdən, Wikipediyadan və s. məlumatlar alıblar. Belə, yəni əsasən jurnalistika ilə məşğulam, elmlə məşğulam, pedaqoji fəaliyyətlə məşğulam. Bir işimdə son vaxtlar müsahibə verməkdə onunla da məşğulam. Yəni bu qədər. Sizinlə tanışlıq cəmi 22 saniyə çəkdi. Təşəkkürlər. Xanımlar və cənablar, indi də sizin suallarınızı eşidək. Media sahəsinə marağınız necə yarandı və ilk başladığınızda hansı çətinliklərlə qarşılaşdınız? Media deyəndə o vaxt jurnalistika dəbdə idi, medianın anlayışı yox idi bizim dövrümüzdə. Mən demək olar ki, 8-9 siniflərdə oxuyandan mediaya jurnalistika həvəs göstərmişəm. Ona görə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşam. Daha sonra bitirən kimi hələ tələbə vaxtı mətbuatda yazmışam, radioda əməkdaşlıq eləmişəm, televiziyada reportajlarım gedib. Sonra da ASTV-də fəaliyyətə başlamışam. Yəni yeni başlayan adam üçün, xüsusən gənclər üçün hər şey çətin olur. Biz də təbii ki, o çətinliklərdən keçmiş. Əsas odur ki, o çətinliklərdən qorxmayasan. Yəni, gözün qorxsa irəliləyə bilməyəcəksən. Tez ruhdan düşmək olmaz, çünki bu insanı gələcək uğurlardan məhrum edir. Bu qədər. Təşəkkür edirik. Alqışlayaq. Müəllim, sizə 2 sualım olacaq. Birinci sualım budur ki... Bir verində onları. Yaxşı, birini verim, sonra birisini cevaplayarsınız. O vaxt birinci kurs tələbəsi olan Qulu müəllim, müəllimi Qulu Xəlidovun sualına cavab olaraq deyir ki, Qulunu ataram, Allahı yox. Bəs niyə Allah verdi Məhərrəmov olmağı deyil, Qulu Məhərrəmli olmağı seçdiniz? Adam birinci kursda çox səhvlər olur, yəni onları çox vurmayın. Elə oldu. İkinci sual budur ki, 7 gün verilişinin aparıcısı olmuşsunuz. Sənədli filmlər də çəkmişsiniz eyni zamanda. Bəs həyatınızın 7 günü adlı sənədli film çəksəydiniz, bu hansı günlər olardı? Bayaq deyəndə 70 ildir yol gəlir. Yəni 70 ildən 6 gün çıxartmaq əlbəttə ki, mümkündür, amma çox çətindir. Gərək elə günlər çıxardasan ki, onlar təkcə sənin özün üçün yox, ətraf üçün də maraqlı olsun. Amma nəsə tapıb 7 gün çəkmək olar. İndi bu dəqiqə ağlıma gəlmir, amma ümumiyyətlə çəkmək olar. Qulu müəllim, necə düşünürsünüz? Sosial şəbəkə jurnalistin işini çətinləşdirir, yoxsa əksinə?
Sosial şəbəkə jurnalistin işini asanlaşdırır. Amma bu şərtlə ki, sosial şəbəkə, yəni sözün həqiqi mənasında yüksək şuuru, etik qaydaları gözləyən və bu cəmiyyət üçün faydalı insanlardan ibarət olsun. Belə şərtlər qoymaq bilirəm ki, çox belə romantik yanaşmadır. Amma sosial şəbəkə də artıq bir platforma kimi möhkəmlənib. Yəni biz indi bu danışanda kütlə informasiya vasitələri düzdür, bu peşəkar sahə deyil, amma cəmiyyətin bütün çayları ora axır indi, o cümlədən informasiya ilə bağlı. Yəni sosial şəbəkə ilə bağlı biz xüsusi təlimlər keçməliyik, insanlara etik qaydaları öyrətməliyik. Yəni cəmiyyət üçün, yaxınları üçün, insanlar üçün faydalı olan bir platformaya çevrilməlidir. Yoxsa bu sosial şəbəkə böyük bir platformadır, internetin özü və bunun xeyli hissəsi indi zibillikdən ibarətdir. Amma biz çalışmalıyıq ki, o sahəni yaşıllaşdıraq, abadlaşdıraq, ekologiyasını təmiz saxlayaq. Çünki belə olsa hamımız orada nəfəs ala biləcəyik. Olmasa biz orada tüstüdən boğulacağıq. Başqa variant yoxdur. Təşəkkür edirik. Növbəti sualı. Buyurun. Bizim üçün Qulu Məhərrəmli müəllimimiz Azərbaycanın əməkdar jurnalistidir. Bəs Qulu Məhərrəmliyə görə Qulu Məhərrəmli kimdir? Əslində insan özü kimliyini bilir. Amma cəmiyyət üçün o ətraf necə qiymətləndirirsə odur. Amma bunların hər ikisi belə bir balansda olmalıdır. Mən özüm kimliyimi yəni bilirəm. Bilirəm ki, bu sual sizi çox qane eləməyə bilər, amma yəni bilirəm. Birinci növbədə özümü vətəndaş hiss edirəm, Azərbaycanlı hiss edirəm və əlbəttə ki, bu cəmiyyət üçün faydalı, dəyərli adam olmağa çalışıram. Belədir vəziyyət. Əl çala bilərsiniz. Təşəkkür edirik. Professor, həyatınız bir kitabdır. Hansı səhifəsində məhz mənim yolum burada dəyişdi deyərdiniz? Mənim yolum 1991-ci ilin axırı, 92-ci ilin əvvəllərində Xocalıda ezamiyyətdə olanda dəyişib. Yəni təkcə həyata yox, televiziyaya, mediaya, jurnalistikaya çox sərt dönüş eləmişəm. Yəni ki, bir daha anlamışam ki, jurnalistika, media, informasiya vasitələri xalqa, millətə, cəmiyyətə yalnız və yalnız həqiqəti deməlidir. Qulu müəllim, ən çox hansı nəvənizi istəyirsiniz? Sizə daha çox bənzəyəni? Biraz şablon cavabdır, nəvələr bir-birindən fərqləndirmə əslində olmaz və məndə də elədir. Əvvəl böyük nəvə doğulur, onu çox istəyirsən. Sonra ardınca gəlir, hesab edirsən ki, yəni elə əvvəlini çox. Amma sonra görürsən ki, onu da çox istəyirsən. Sonra biri gəlir, onu da çox istəyirsən. Yəni nəvələr istəmək üçün, nəvələr bizim üçün övladlarımızı ümidlərinə qoyub getdiyimiz şəxslərdir. Ona görə onlara çox böyük ehtiramla və sevgi ilə ona bir məhəbbət krediti verirsən ki, o da öz valideynlərinə o sevgini göstərsin. Yəni belədir. Təşəkkür edirik. Növbəti sualı dinləyək. Buyurun. Dünyanın ən məşhur simalarından müsahibə almaq şansınız olsaydı, kimi seçərdiniz? Vaxtı ilə mən ASTV-də çalışanda ölkə başçısını müxtəlif səfərlərdə müşahidə eləmişəm və ondan da əlavə çox görkəmli adamlara sual vermək imkanım olub. Margaret Thatcherə, Süleyman Demirələ, Heydər Əliyevə, Bənəzir Bhuttoya və başqalarına. İndi də imkanım olsaydı, əgər Trump vəzifədə qalsaydı, uzun müddət ona sual vermək istəyərdim. Əgər sizə desələr ki, bir anlıq keçmişə qayıtmaq şansınız var, hansı illərə qayıtmaq istəyərdiniz və niyə məhz o illər? Yəni bu sualı məncə burada hamı bir mənalı cavab verə bilər. Adam istər-istəməz uşaqlığına və gəncliyinə qayıtmaq istəyir. Yəni uşaqlıq, yeniyetməlik və gənclik. O dövr hər bir insanın həyatı üçün. Amma bu şərtlə ki, o dövrə indiki ağılla qayıdasan. Çünki orada ağıl resursu o qədər yüksək olmur o vaxt. Enerji çox olur filan. Yəni o dövrə bax, bu indiki ağılına qayıtmaq istəyərdim. Keçmişdə nə isə dəyişdirmək istəyərdiniz öz həyatınızda? Heyf ki, keçmişi redaktə eləmək olmaz. Əlbəttə, olardı, bəzi şeylərə yenidən baxmaq olardı.
Amma heyf ki yenə də deyirəm ki, o mümkün deyil. İndi bizdə dəbdədir, adamlar yaşayırlar, gəlib bəlli yaşa çatandan sonra dönüb keçmişlərini redaktə edirlər. Müsahibə zad verəndə, kitab zad yazanda, hekayə yazanda, nə bilim, neynəyəndə öz keçmişlərini redaktə eləməyə çalışırlar. Yəni dünyada bundan cəfəngiyat yanaşma yoxdur. Bəs Qulu müəllim dostlardan necə? Yarıyıb? Bəli, mən dostlardan yarımışam. Mənim çox gözəl dostlarım var. İndi hər kəsin həyatında olur, dönük çıxan dostlar da olur, amma ümumiyyətlə götürəndə dostluq mənim həyatım üçün böyük bir mənadır. Ona görə dostlardan yarımışam, onlardan çox razıyam və elə dostlarım var ki, 40 ildir, 50 ildir bir yerdə yol gəlirik və mən onları çox sevirəm, onlar da mənim xətrimi çox istəyirlər. Dostsuz insan mümkün deyil bizim cəmiyyətdə və həyatda. Təşəkkür edirik. Çox sağ olun. Növbəti sualınız. Bir müəllim kimi yetişdirdiyiniz peşəkar aparıcılar, telejurnalistlər var. Onlardan ən peşəkarının, ən yaxşısının adını çəkə bilərsinizmi? Amma xahiş edirəm birini. Mən çox adlar çəkə bilərəm. Yəni onlar bir deyil. Məsələn, təkcə səhər proqramında çalışanda biz orada yaradıcılıq laboratoriyasından, xüsusən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan xeyli, bəlkə bir 20-yə yaxın tələbə aparıcı yetişdirmişik. İndi birinin adını deyəndə o birilər deyəcək verilişdən sonra ki, mənim adımı niyə demədim? Çünki hamısını eyni dərəcədə, çox istəyirəm hamısına eyni dərəcədə məhəbbətlə yanaşam. Onlar üzdədir. Yəni, təkcə universitet məzunları yox, başqa yerdə səhər proqramına gələn, əməkdaşlıq eləyən çoxlu sayda aparıcılara biz yəni bir efirə çıxmaq, özünü ifadə eləmək imkanı yaratmışıq və onların indi uğurlarını görəndə mən çox sevinirəm. Necə ki, indi sizin də gələcəkdə uğurlarınız olacaq ki, bizə Qulu müəllim dərs deyib sözünü işlədəcəklər. Təşəkkür edirik. Qulu müəllim, bir çox media tənqidçiləri günümüzdəki Azərbaycan mediasını çox da bəyənmir və belə düşünürlər ki, artıq Azərbaycanda çox da yaxşı deyil medianın vəziyyəti, jurnalistikanın. Bəs sizcə jurnalistika bir insan olsaydı Azərbaycanda, o psixoloqluq olardı vəziyyəti yoxsa reanimasiyalıq? Sualınız çox dərindir, amma bir də təkrar edin sualı. Günümüzdə media tənqidçiləri Azərbaycan jurnalistikasını yaxşı qiymətləndirmir də, yəni yaxşı bir yerə getdiyini düşünmür. Bəs sizcə, əgər Azərbaycan jurnalistikası bir insan olsaydı, hal-hazırda vəziyyəti psixoloqluq olardı yoxsa reanimasiyalıq? Bizim dostlardan birinin yaxşı sözü var, deyir ki, Azərbaycanda media deməli ölməyib, amma yaşamır da. Yəni, əgər o insana bənzətsəydik, mənə elə gəlir ki, onun həm psixoloqa, həm də reanimasiyaya ciddi ehtiyacı var. Yəni, yeni nəfəs verilməlidir. Yeni nəfəs verilməlidir. Çox sağ olun. Növbəti suala keçid verək. Qulu müəllim, müsahibələrinizin birində qeyd etmisiniz ki, vəzifə adamı olmaq haqqında heç düşünməmisiniz. Bu fikirdən peşmansınız? Qətiyyən peşman deyiləm. Mən hesab edirəm ki, yaradıcı adam üçün vəzifə bir zəncirdir, bir buxovdur. Mən düzdür, özüm də vəzifədə olmuşam, amma çox səmimi deyirəm ki, onların hamısında məni təkidlə o vəzifəyə təyin ediblər və mən də o vəzifənin öhdəsindən gəlməyə çalışmışam. Yəni, vəzifədə olmamağıma qətiyyən peşman deyiləm, amma indi də vəzifə var da, yəni Bakı Dövlət Universitetində kafedra müdiri olmaq, müəllim olmaq, dərs demək, dünyada bundan gözəl vəzifə və bundan gözəl missiya yoxdur. Təşəkkür edirik. Siz bayaq dediniz ki, mediaya yeni nəfəs lazımdır. Bəs bu haqda bir ümidiniz varmı? Yəni gələcək nəslin jurnalistikasını necə dəyərləndirirsiniz? Ümid həmişə var. O reallığa uyğun ola da bilər, olmaya da bilər. Amma ümidlə yaşamaq çox gözəldir. Orada uzaqda bir xanım əl qaldırıb. Buyurun. Mühazirələrinizdən birində yadınızdadsa bizə bir video çarx göstərmişdiniz. Bu video çarxda çoban skripka çalır və ətrafında heç bir insan yoxdur. Ancaq heyvanlar, qoyunlar və toyuq cücə belə. Bu video çarxı da dəfələrlə hər dərsinizdə göstərdiyinizi demişdiniz və auditoriyadan müxtəlif cavablar alırdınız. Bu cavablarda da müşahidələriniz əsasında gənclərin dünya görüşünün daha daraldığını qeyd etdiniz. Sizcə bunun ən böyük səbəbi nədir? Bəli, o bir indikatordur mənim üçün ki, məsəl üçün bu videoya baxanda
gənclər, tələbələr necə onu qavrayırlar. O təfəkkürün evolyusiyası, təkamülünü onunla müəyyənləşdirə bilirəm. Amma o əlbəttə ki, bütün gəncliyə aid deyil. Tutaq ki, o bir qrup ixtisas alan tələbələrə aiddir. Məsələn, mənim çox istəyim odur ki, o tələbələrimiz daha geniş baxa bilsinlər problemlərə. Məsələn, televiziya jurnalistikası keçirik, televiziya sənəti keçirik, dramaturgiya keçirik, janrlar keçirik və bunları qiymətləndirmək üçün biz tələbələrə dönə-dönə deyirik ki, onların mütaliəsi geniş olmalıdır, dünya görüşü geniş olmalıdır. Siz təsəvvür edin ki, televiziya jurnalistikası fənnini keçirsiniz, amma xəbərlər proqramına baxmırsınız, digər televiziya verilişlərinə baxmırsınız, siz vizual sənətdən biraz uzaqdasınız, siz onu necə qiymətləndirə bilərsiniz? Ona görə də mən yəni bu yaşda tövsiyə verənlərin sayı çox olur, amma mən real deməli tövsiyələrimi verirəm ki, nə qədər ki imkanınız var, çox oxuyun, sənəti qavrayın, jurnalistikanın sirlərinə bələd olun. Media indi dərinləşir, sosial platformalardan danışdıq. Orada nə qədər yeni çalarlar, yeni xəttlər, yeni cığırlar açılır. Bax, o cığırları magistral yollara qovuşturmaq sizin missiyanız olacaq. Onun üçün də dərin bilik, yüksək intuisiya və intellektual baza lazımdır. Bax, onu indidən qazanmalısınız. Olmasa, bəli, mən o fikirdə olacağım ki, bizim gözəl gənclərimizin, işıqlı, yaraşıqlı gənclərimizin təfəkkürü də kaş onların arzu və istəkləri qədər geniş olsun. Olmayanda təbii ki, bəhis oluram. Təşəkkür edirik. Növbəti sual səslənsin. Müsahibələrinizin birində qeyd eləmisiniz ki, çox dəyər verdiyimiz şəxslər kişilik və ləyaqət sınağından keçməyiblər. Bunu ifadəni deyəndə nəyi nəzərdə tuturdunuz və bu təcrübə sizdə insanlar haqqında hansı düşüncəni yaratdı? Bu bir konkret epizodla bağlıdır. Bəli, insan yəni çox gözəl şeylər danışa bilər, özü haqqında mən beləyəm, mən eləyəm deyə bilər. Amma insanın əsas xarakteri böhran anındadır. Yəni danışıqda yox, əməldədir. O mənada yəni elə bir situasiya oldu ki, bizim çox ləyaqətli, çox dəyərli kimi tanıdığımız adamlar o situasiyada həmin o ləyaqətlərini nümayiş elətdirə bilmədilər. Yəni çox mənim aləmimdə uçuruma yuvarlandılar. Yəni öz böyüklüklərini itirdilər mənim gözümdə. Ona görə mən o fikrə gəlmişəm. Bilirsiniz, Aristotel bu katarsis anlayışını çox gözəl tapıb. Dramaturgiya ona görədir ki, fikirlər toqquşanda, hərəkətlər toqquşanda, nəyə görə bütün filmlərdə, səhnə əsərlərində deməli, qəhrəmanları böhran içərisindən keçirirlər. Bir münaqişəli vəziyyət yaranır, o anda böhran yaranır və o qəhrəman o böhran anında özünü necə aparır? O anda necə aparırsa, əsl xasiyyəti odur. Yoxsa sözdə danışır, filan eləyir, amma fədakarlıq məqamında yoxa çıxır, gözdən çəkilirsə, yəni demək ki, o dediyi və düşünülən o obraza layiq deyil. İndi siz də dostlarınız arasında filan da demirəm bir-birinizi sınayasınız, amma və lakin dostları seçəndə onların deməli müəyyən situasiyalardan keçəndə, yəni sınaq demirəm, süni sınaqlar deyil. Sadəcə olaraq sınaqdan keçəndə özünü doğraldan insanlarla yəni yaxın olun və onlar sizin həyat yolunuzda sizlə birgə olacaqlar. Bu çox önəmlidir. Təşəkkür edirik. Buyurun. Siz ikinci sual da verir istəyəsən. Nə üçün məhz jurnalistika? Niyə, nə üçün jurnalistika? Nə üçün məhz jurnalistika? Bizim həyatımız sözlə, informasiya ilə, məlumatla bağlıdır. Dünyanın yaddaşı informasiyadadır. Qobustan qayalarında ona görə şəkil çəkirdilər. Ona görə digər qayaüstü yazılar var ki, onlar insanların yaddaşını yaşatsın. Bax, media, jurnalistika, salnamə olaraq bir funksiyası ondan ibarət ki, bəşəriyyətin yaddaşını yaşatsın. İnsan yazını ona görə kəşf edib ki, o əldə elədiyi nailiyyətləri özündən sonra gələn nəslə ötürsün. Jurnalistikada bax bu transformasiya ilə məşğuldur və hesab edirəm ki, bu onun ən gözəl missiyalarından biridir. Növbəti sual. Mənə maraqlı gələn odur ki, bir evdə iki jurnalist necə yola gedirsiniz?
Bizdə vəziyyət elədi ki, yola gedə bilirik. Əvvəl yəni böhran anına qədər yəni bəzi anlaşılmazlıqlar ola bilirdi, amma sonra biz dil tapmışıq və bu çox rahat. Evdə həyat yoldaşında söz adamı olmaq, qələm adamı olmaq bir-birinə həm köməkdir, həm stimuldur, həm dayaqdır və bu çox gözəldir. Yəni siz də gələcəkdə ailə quranda tövsiyə edirəm ki, yaxın ixtisaslarla əlbəttə ki, üstünlük versəniz yaxşı olar. Amma o birisi ixtisaslara da məhəbbətlə yanaşın. Yəni bu belə deyil. Yəni bunun konkret resepti yoxdur, amma bizdə alınıb. Bildirmişsiniz ki, sosial şəbəkə qaydasız döyüş kimidir. Nə üçün belə düşünürsünüz? Fikirləriniz maraqlıdır. Biraz əvvəl dedim, yəni doğrudan qaydasız döyüş, yəni kim necə bilir, nətər bilir, mənim keyfim belə istəyir falan. Yəni əgər insan məsuliyyət hiss eləmirsə, özünə ölçülər qoymursa, sözün çox pis mənasında belə aşırı sərbəstliyə, etik normalara, dəyərlərə, prinsiplərə qarşı çıxırsa, o artıq qaydasız döyüşdür. Ona görə belə düşünürəm və sosial şəbəkədən biz məfkurəni paylaşmaq, insanlara fayda vermək, xeyirli işlər görmək, bunun üçün istifadə eləməliyik. Yoxsa söymək, nə bilim, dalaşmaq, davalamaq, kiməsə qarşı kampaniya aparmaq, yəni əgər sosial şəbəkə bununla məşğuldursa, o cür sosial şəbəkəni əlbəttə ki, qəbul eləmək çətindir və biz onlardan uzaq olmalıyıq. Siz böyük bir əksəriyyətiniz orada bu mühiti yarada bilərsiniz və əminəm ki, də onunla da məşğulsunuz. Hamınıza uğurlar. Təşəkkür edirik. Növbəti suala. Buyurun. Qulu müəllim, sizcə yaxşı jurnalist daha çox universitet auditoriyalarında yoxsa real redaksiya şəraitində formalaşır? Əlbəttə ki, real redaksiya şəraiti çox önəmlidir. Amma o redaksiya şəraiti intellektual olmayanı, bilik bacarığı müəyyən dərəcədə həm praktik, həm nəzəri biliyi olmayanları o şərait ortaya çıxarda bilmir. İndi bu dəqiqə universitetlərdə vəziyyət belədir ki, orada da elə real iş şəraiti var. Çünki saytlar var, televiziya studiyası var, radio studiyası var, fəaliyyət göstərmək, qəzet çıxartmaq, jurnal buraxmaq, sayt yaratmaq, televiziya verilişi hazırlamaq, radio paket hazırlamaq üçün hər cür imkanlar var. Ona görə də indiki verilən imkanlardan tələbələr çox ağıllı şəkildə istifadə etməlidir. Əlbəttə ki, jurnalistika təhsilinin də indi göz qabağında olan bəzi nöqsanlar var ki, onları da aradan qaldırmaqla biz yaxşı, deməli, istehsalata hazır tələbələr, deməli, ərsəyə gətirə bilirik. Bunlar var. Təşəkkür edirik. Karyeranız boyunca verdiyiniz ən çətin qərar hansı olub? Mənim həyatım elə gətirib ki, xüsusən 2010-cu illərdən sonra, yəni çox sınaqlarla üz-üzə qalmışıq və hesab edirəm ki, bunların hamısında mən düzgün qərar vermişəm. Elə hadisələr çoxdur və onları burada sadalayıb sizi məyus eləmək istəmirəm. Oldu. Təşəkkür edirik. Qulu müəllim, mənim üçün maraqlı olan budur ki, sizin peşəkar fəaliyyətiniz dövründə ən yadda qalan hadisə hansı olmuşdur və bu sizin şəxsi həyat təcrübənizə necə təsir eləmişdir? Həyatımda yadda qalan o qədər çox hadisələr olub ki, məsələn, mən onların, yəni jurnalist təcrübəsi baxımından deyirəm. Məsələn, mən 20 yanvar günündə hardasa 7 saat fasiləsiz translyasiya aparmışam. Həyatımda dövlət başçılarını müşahidə eləmişəm xarici ölkələrdə. Çox görkəmli şəxsiyyətlərdən müsahibələr almışam. Maraqlı müsahibələrim olub, yazılarım olub. O baxımdan özümü bəxti gətirmiş jurnalist hesab edirəm və əlbəttə ki, bu adamı çox məmnun edir. Ümumiyyətlə, insan özünü ona hazırlayanda bəzən Tanrının boş qoyduğu səhifələrdə sən öz həyatını yaza bilirsən. Bu çox önəmlidir və mən bütün gənc jurnalistləri, eləcə də digər peşə sahiblərini bax bu karyera üçün özlərini hazırlamağa çağırıram ki, yəni oxuyun, öyrənin. Nə qədər çox bilsəniz, nə qədər texnologiyalarla nə qədər çox uğraşsanız, o sizin xeyrinizə olacaq və çox böyük uğur əldə edə biləcəksiniz. Təşəkkür edirik. Çox sağ olun. Uşaqlığınız sizlə qürur duyardı. Hazırda istədiyiniz hər şeyə nail olmusunuz.
Hər halda müəyyənləşdirdiyim maksimum hədlər var ki, ondan çoxuna nail olmuşam və mənə elə gəlir ki, mənim o gözəl, bir çətinlikdə keçən uşaqlığım oradan boylanıb mənə çox gözəl əl eləyə bilər və əlini sinəsinə qoya bilər. Mən o uşağın ümidlərini çox doğrultmuşam. Teşekkür edirik. Növbəti sual. Sualım belə olacaq ki, ziyalı ifadəsini hərə bir cür anlayır. Bəs sizcə biz hər kəsi ziyalı adlandıra bilərik? Bu çox mübahisəli deyil əslində, amma bunun üzərində çox sönüm mübahisələr qururlar. Bilirsiniz, ziyalı cəmiyyətin, millətin, xalqın dərdləri ilə yaşayan, onun ağrılarını duyan, o ağrıları ifadə eləyən və özü də bu ağrıları azaltmaq üçün fədakarlıq göstərən şəxsdir. Kantın ziyalı ilə bağlı yanaşması bu cürdür və hesab edirəm ki, çox doğrudur. Zərdabi ziyalıdır. Yəni bir millətin dərdini, halını gördü və bunu sağaltmaqla məşğul oldu. Bizə qəzet verdi, bizə teatr verdi, bizə xeyriyyə cəmiyyəti verdi, ilk QHT yaratdı, bizə milli düşüncəni verdi, bizə ictimai göz verdi, bizə düşünmək üçün, dünya millətləri sırasına qoşulmaq üçün yolları göstərdi və ona görə də, məsələn, o tip ziyalı, indi də ona bənzər bizim ziyalılarımız var, sonraki nəsil də var. Yəni, bunlarınla, amma təəssüf ki, bu cür ziyalıların, yəni, öz şəxsi marağını, cəmiyyətin marağından üstün tutan, cəmiyyətin marağına xidmət eləməyən, yalnız öz dərdi haqqında, öz problemləri haqqında düşünən, diplomlu, mən nə bilim, elmlər doktorlu, nə bilim, namizədli, sinəsi ordenli, medallı çoxlu adamlar var. Amma bunların heç birisinə təəssüf ki, ziyalı demək olmaz. Ziyalı sözün həqiqi mənasında mənim dediyim o düsturda ifadə olunan şəxsdir və şəxsiyyətdir. Teşekkür edirik. Ötən ilin dekabrında 70 illik yubileyiniz münasibəti ilə prezident təqaüdünə layiq görüldünüz. Maraqlıdır. İlk təqaüdünüzü nəyə xərclədiniz? Əvvəla prezidentə təşəkkür edirəm ki, o təqaüdü verdi və bu çox hesab edirəm ki, həqiqətən bir jurnalistin doğrudan da belə həyatı iş, belə çox keşməkeşli olan, yəni belə çox hücumlara məruz qalan bir çox hallarda, amma bununla yanaşı dəyərlərindən və prinsiplərindən dönməyən bir adama bu mükafatın verilməsi çox gözəldir. Bunu ancaq kitablara və nəvələrə xərcləmək lazımdır. Teşekkür edirik. Bildiyiniz kimi 2022-ci ildə Türkiyədə sosial media haqqında qanun qəbul olundu və bu cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Sizcə belə bir qanun ölkəmizdə qəbul olunmasına gərək varmı və ümumiyyətlə mediamızda hansı sahədə islahatlara gərək var? Ümumiyyətlə mən heç bir sahədə məlumat mənbələrinin məhdudlaşdırmasının tərəfdarı deyiləm. Lakin bir məqam var. Bax, o sosial şəbəkələrdə də etik normaların gözlənməsi çox önəmlidir. İnsanların şəxsiyyətinə toxunmaq olmaz. Bax, bunlar təəssüf ki, bizdə artır, çoxalır və bu məni çox məyus edir. Yəni, eləcə də başqalarını. Ona görə məhdudiyyət olmadan insan şuurunun yüksək inkişafı ilə sosial medialardan bəhrələnmək olar. Bilirsiniz, bu atom silahıdır da, bunu Xirasimaya da atmaq olur. Eyni zamanda bundan enerji da almaq olur, evlərə işıq da vermək olur. Çalışmalıyıq ki, bəşəriyyət, insanlar o dərəcədə yüksək dərəcə şuura malik olsunlar ki, ondan biz insanların faydası üçün bəhrələnə bilək. Yəni budur, bundan başqa yol yoxdur. Qulu müəllim, övladlarınız və yaxud da nəvələriniz media sənətini seçsəydi, ona tövsiyələriniz nə olardı? Biz çox çalışdıq ki, mənim 2 qızım var. Çox çalışdıq ki, onlar deməli jurnalistikaya həvəs göstərsinlər. Yəni onu seçmədilər. Biri həkim, o birisi isə tərcüməçilik sənətini göstərib. Böyük qızım uşaq həkimdir, yəni uşaqların müalicəsi ilə məşğuldur, yaxşı pediatrdır. Kiçik qızım tərcümədir, rus dili mütəxəssisidir. Və seçsəydilər, əlbəttə deyərdim ki, elə atanızın yolunu inkişaf elətdirərək gedə bilərsiniz. Yəni, jurnalist olmaq indi çox çətindir. Çox çətindir. Niyə? Çünki bu təkcə yazmaq sənəti deyil. Bu həm də əxlaqlı olmaqdır. Bu həm də dürüst olmaqdır. Doğrunu, həqiqəti deməli yazmaq məsələsidir. Ona görə yəni sözün həqiqi mənasında baxın göz qabağında olan jurnalistlərin də əsas missiyası budur. O heç yəni belə yazı pozlar var, təbliğatçılar var.
hayküyçülər var, hətta trollar da özlərinə jurnalist deyirlər və s. Yəni bu sənət çox incədir, bu sənət çox təmizdir. Bunun sərhədləri dəqiqdir, çərçivəsi dəqiqdir. Ona görə həqiqətə sədaqət və doğrunu söyləmək jurnalistin əsas işidir. Bu yolla getmək lazımdır. Qulu müəllim, siz həmişə seminarda da, mühazirədə də demisiniz ki, kitab oxuyun, çoxlu kitab oxuyun. Və siz özünüzü hansı kitabda tapmısınız? Yəni deyərdiniz ki, bu kitab tam bir Qulu Məhərrəmlidir. Çox sağ olun. Mən yenə də burada oturanlara da deyirəm ki, arada kitab oxuyun. İstəyir o elektron formada olsun, amma oxuyun, mütaliə eləyin. Çünki beynin gimnastikası mütaliə ilə bağlıdır. Mən düzü 8-ci sinifdə oxuyanda Jack Londonun Martin Eden kitabını oxumuşam. O mənim üçün çox parlaq qəhrəman olub. Yəni mübarizliyi, yenilməzliyi, xarakteri, bəlli bir sərhədlərə qədər çox cəsarətlə getməyi onda görmüşəm. Bu müsahibələrimdə də var. Yəni insanı bir mənada kitab formalaşdırır. İndi nə formalaşdırır? Bax bu dəqiqə, onu demək olmur. Çünki kitab ən mötəbər mənbədir mənim üçün. Başqa mənbələr də var indi. Amma kitab, baxın da indi eksperimentlər keçirilir. Yəni kitab oxuyanla daha çox televiziya baxan ya sosial şəbəkədən faydalanan gəncləri, onlara tapşırıq verirlər. Məsələn, tutaq ki, siz bir adadasınız, buradan necə çıxa bilərsiniz? O, sosial şəbəkədə televiziya, kinoya çox baxan ancaq fikirləşir kinoda gördüyü variantları. Amma kitab oxuyan şəxs, o tamamilə yeni öz təxəyyülünün məhsulu olan çox yaradıcı, sizin dilinizlə desə, çox kreativ variantlar təklif edilir ki, buradan bu çıxış var. Yəni beynin imkanları hüdudsuzdur, tükənməzdir. Biz beyin hüceyrələrinin, milyardlarla hüceyrənin yalnız 8-10%-dən istifadə edə bilirik. Amma kitab bizə o hüceyrələri, o vərdişi duymağı, düşünməyi geniş mənada öyrədir və biz onlardan daha çox faydalanmayıq. İndi də deyirəm ki, kitab oxuyun. Təşəkkür edirik. Qulu müəllim, siz sözlərlə bu qədər işləyən birisiniz. Bəs heç olubmu ki, hansısa hissi ifadə etməyə bəzən söz tapa bilməmisiniz? Əlbəttə, bu birbaşa təfəkkür məsələsidir. Olur bəzən, yəni insan psixoloji məqamda, bəlkə bir psixoloji durumda hansısa sözü, gərəkli sözü tapa bilmir. Amma ümumiyyətlə biləsiniz ki, bizim Azərbaycan dili, indi bax bu tərcümə ədəbiyyatı gəlir də, sel kimi gəlir. O ədəbiyyatı, yaxşı tərcümələri oxuyanda düşünürsən ki, ilahi, Azərbaycan dilinin necə gözəl ifadə imkanları var. Amma biz onun üçün o dili dərin öyrənməliyik. Azərbaycan dilini bu dəqiqə mənimsəmək, yəni, bəli, İngilis dili, Rus dili ola bilər, yəni Azərbaycan dilinə nisbətən biraz karyeraya daha sürətlə apara bilir. Amma o dillərlə yanaşı ana dilini bilmək, o dildə gözəl danışmaq, o dildə yazmaq, fikirlərini ifadə eləmək, auditoriyada danışmaq, bu bizim böyük şansımızdır. Ona görə dili sevməliyik, o dildən bəhrələnməliyik, o dilin daşıyıcısı kimi, o dilin heysiyyatını, qürurunu və statusunu qorumalıyıq. Bu sizin, bu gəncliyin bir missiyasıdır, yəni bunu nəzərə alın. Təsəvvür edin ki, yenidən dünyaya gəlirsiniz və bir çox seçim imkanlarınız yaranır. Bu seçim zamanı jurnalistikanı, televiziyanı bir peşə olaraq özünüzə seçərdinizmi? Yaxud seçməsəydiniz hansı sahəyə daha həvəslə yönələrdiniz? Bizim bir çox gözəl alim tədqiqatçımız olub, Çapay Sultanov. Onun bir kitabı var, Yesli. Yəni, əgər belə olmasaydı, bu 2-ci Dünya müharibəsi ilə bağlı çox şeylər yazır. Yəni, doğrudan bu olmasaydı, tarixin dəyişiklikləri olardı. İnsan da belədir. İndi heyf ki, 2-ci dəfə həyata gəlmək mümkün deyil. Amma gəlsəydim, bəli, peşəni, bu jurnalistikanı seçərdim. Amma mənim deyim ki, orta məktəbdə müəllimlərimin əksəriyyəti, biraz məndə uşaqlıqdan həqiqət hissi çox qüvvətli olub. Yəni, belə dalaşanları ayırmaq, haqsızı danlamaq, haqlıya tərəf durmaq, zəifə kömək eləmək, belə şeylər olub. Ona görə mənim çox indi dünyasını dəyişmiş dəyərli müəllimlərim, Allah onlara rəhmət eləsin. Onlar məsləhət gördülər ki, səndən yaxşı hüquqşünas çıxar, səndən yaxşı prokuror çıxar. Amma nə yaxşı mən o sahəni yox, medianı seçmişəm. Çünki orada da müəyyən çərçivələr var, amma burada çərçivələr daha genişdir. Mən yenə jurnalistikanı seçərdim. Təşəkkür edirik. Müəllim, həyatınızda elə bir şey olubmu ki, ya jurnalistlik sahəsində, ya şəxsi həyatınızda, əziz gənclər, mən bu səhvi elədim, amma siz eləməyin dediyiniz bir hadisə olub?
Bilirsiniz, bu etiraf deyilən şey var. O çox mürəkkəbdir. Amma mən nəyi deyə bilərəm? Mən doğrudan düşünürəm ki, elə şeylər var ki, onu eləməliydim, amma eləməmişəm. Yəni, məsələn, vaxt resursundan hamınıza aiddir. Mən tələbələrimə də deyirəm, vaxt resursundan çalışın ki, qənaətlə istifadə eləyəsiniz. Səmərəli istifadə eləyəsiniz, effektli istifadə eləyəsiniz. Ona görə auditoriyada mən tez-tez deyirəm, baxın, yaz gəlib, gözəllikdir, ətrafda hər şey var, quş, nə biləm, bülbül, filan, sərbəst gəzmək filan. Siz onlardan məhrumsunuz, amma auditoriyadasınız. Ona görə bax, bu anlardan, bu dəqiqələrdən çox səmərəli istifadə edin, öyrənməyə çalışın. Nə qədər olar, dərsdə telefonla oynayan tələbədən sizin ağlınız nə kəsir ki? Yəni, onu bir yana qoyun da, o gecə-gündüz olsa telefon əldədir. Ona görə mənim tövsiyəm odur ki, vaxtdan, gəncliyin enerjisindən və Tanrının verdiyi o vaxtdan çox səmərəli istifadə edin. O zaman həyatda uduşunuz daha çox olacaq. Əziz Qulu müəllim, siz eləcə də bir neçə sənədli filmlərin müəllifisiz. Bəs elə bir film olubmu ki, onu həyatınızda özünüzə bələdçi bilmisiniz? Var. Belə filmlər çoxdur, mən sizə deyim. Biz yeniyetmə dövrü çox Hind filmlərinə baxırdıq. Yəni, orada ədalətin gücü, mühakimə, ədalətin qalib gəlməsi var. Baxın, bir çox filmlərdə Avropa, Amerika, Hollywood filmlərinin əsas qayəsi ədalətin təntənəsidir. Nə olur olsun, sonda ədalət qalib gəlir. Yəni, bu cür filmlər bəli, bizim üçün idealdır. Bəzən ruhdan düşürük, biz birinci addımdakı bu şərait yaratmadılar, o belə oldu, bu belə. Xeyr, heç bir addımda ruhdan düşməli deyilsiniz. Müvəqqəti belə dayanmalar, düşünmələr ola bilər. Amma yol ancaq və ancaq irəliyədir və siz gənclər də heç bir uğursuzluqdan çəkinmədən növbəti addımlarınızı daha inamlı atmalısınız və həmişə irəli getməlisiniz. Hamınıza uğurlar. Təşəkkür edirik. Qulu müəllim, 70 yaş ömrün hansı fəsli sayılır? Təsəlli üçün demək olar ki, bu yaşlılıq dövrün gəncliyidir və s. və ilaxır. Amma 70 yaş ciddi yaşdır. Yəni, o yaşa əvvələ gəlib çatdığımız üçün Tanrıya minnətdarıq. İkincisi, hesab edirəm ki, əlbəttə ki, bu ömrün payızı sayıla bilər. Amma belə bol, bərəkətli payız, yəni bunu saxlamaq və yaz havası ilə bu payızı yaşamaq çox gözəldir. Mənə bu görüş çox xoş təsir bağışladı. Çünki çox sərbəst, çox ağıllı cümlələriniz, düşüncəniz, onu ifadə eləmə tərziniz mənə çox xoş gəldi. Yəni, insan, xüsusən gənclik dövrü azadlıq tələb edir. Yəni, azadlığınızı həmişə qoruyun, öz üzərinizdə çalışın, beyninizi, zəkanızı həmişə işıqlı eləyin, nəciblik üzərində köklənin, ruhunuzdan gəlmə, genetikadan gəlmə, mühitdən gəlmə, yaxşı nə varsa onu özünüzlə irəli aparın. Təşəkkür edirik. Xanımlar və cənablar, sonda diqqətinizə çatdırmaq istəyirik ki, bugünkü qəhrəmanımızın verilən suallara heç bir etirazı olmadı. Amma Qulu müəllim, xahiş edirəm, biraz ayaq saxlayın. Sonda mənim də sizə 3 sualım var. Buyurun. Birinci sual, sizin üçün ən çətin sual hansı sual idi? Sözün açığı elə bir çətin sual olmadı, çünki çox gözəl suallar idi. Orada çətinlik yoxdur. Hansı sualı eşitmək istəyirdiniz, amma vermədilər? Suallar o qədər rəngarəng və maraqlı oldu ki, mən yəni belə düşünmürəm ki, hansı sual səsləmədi. Əlbəttə, belə təsnifat eləsək, çeşidləsək, xeyli suallar da qalmış ola bilər. Amma ümumiyyətlə məncə bir mənzərə yaratdı bu suallar. Bəs o sualı siz özünüzə indi verə bilərsiniz. Sadəcə cavabınız çox maraqlıdır. Sizi çox yerə dəvət eləyirlər. Bu verilişlərin hamısına, tədbirlərin hamısına getmək vacibdirmi? Və sonda, Qulu müəllim, verilişimizin yenidən qonağı olmaq istərdinizmi?
Məmnuniyyətlə, amma buradakı gənclər olsun. Teşekkür ederim. Və indi də auditoriya iştirakçılarından soruşmaq istəyirik. Səsə qoyuruq. Dostlar, verilişimizin qəhrəmanı Qulu Məhərrəmli sizinlə bugünkü görüşdə səmimi idi. Hə deyənlər əl qaldırsın. Çoxlu. Təşəkkür edirəm. Bəs o qədər də səmimi deyildi deyənlər. Necə? Var? Əziz tamaşaçılar, iştirakçınız üçün təşəkkür edirik.